Gözəl insan, salam, hər vaxtın xeyir olsun. Əgər sən də qısa müddətə 1, 2, 3, 4, 5 saniyə ərzində bu tipli testləri yazmaq istəyirsənsə, o zaman ekrana yaxın əyləş. Bu tipli test, yəni bu da qrammatika, qayda, fikirləşməyə ehtiyac yoxdur. Testin tipini, modelini, formatını biləndən sonra cavab hazırdır. Cavab Y variantıdır. İndi deyərsiniz ki, müəllim cavabı bilib, bəli, bu testdən cavabı mən bilirəm, söhbət ondan getmir. Söhbət ondan gedir ki, siz 2 ardıca bir rəqəmin görəndə cavab həmişə the other. 146-nı 3-cüyə saxlayacağım ki, 147-yə cavab olacaq D variantı. 1-2 saniyə cavabı tapırsınız. Yox, müəllim cavablara baxır, müəllim testləri işləyir. Tamı da bunları mən bilirəm, başa düşürəm. Amma istəyirəm ki, siz də biləsiniz. Necə bilək? Əgər bu boşluğu görürsünüz ekranda. Bu boşluqdan öncə some, no, any ekranda yazılacaq birazdan. Some, no, any və ya hətta what görsəz, sonra boşluq, sonra isim görsəz, variantda görsən other, another, the other, others, the others və s. belə qarışıq. Cavab nə olacaq? Other. Bir başa cavabı other olaraq seçəcəksiniz. Səbəb? Çünki some, no, any, what'dan sonra another və article gəlmir, others'dan sonra isim gəlmir. Ona görə həmişə cavab nədir? Other. 146-ya baxaq. Heç bir şey ehtiyac yox. Sadəcə bir dənə every bilirsiniz ki, isimsiz işlənmir. Qalanları okeydir. All təsdiq, everybody təsdiq, everything təsdiq, nothing inkar. Cavab nə olacaq? C variant. 3 təsdiq, 1 inkar. A, B, C, D, E-nin yəni fərqi odur ki, yəni cavabların bu şəkildə verməyin fərqi odur ki, biz orada yalnız bir variant seçirik. Anladınmı? Fərqli olan variantı seçirik. Amma cavab 1, 2, 3, 4 şəklində veriləndə eyni olan, sinonim olan, bir-birinə yaxın olan cavabları seçmək olur. Əgər siz də bu tipli testləri qısa müddətə yazmaq istəyirsinizsə, buyurub həm əyani, həm də onlayn şəkildə dəstəyimizə qoşula bilərsiniz.